Salam abituriyentlər, Passive Voice-ın 3-cü mərhələsinə gedirəm. Choosing the synthesis in the passive. Passive voice-ın to be, üstəgəl participle to ardıcılığı ilə düzəlməsi qaydasından bilirik artıq və bu səbəbdən də biz burada to be üstəgəl participle to ardıcılığını tapmalıyıq. Yoxdur, 1-2 doğru variant götürdüm. 2-yə gedirəm. I bought a new apartment. Burada təbii ki, yoxdur, to be ardıcılığı yoxdur. Mənə deyir ki, məşğul növlü cümləni tap. The students drew a lot of pictures. Yoxdur. The dictation was written to be participle ardıcılığı götürdüm. Və yaxud da ki, verbin ifadəsi mövcud deyildir və yaxud da ki, discussın qarşısında to be yoxdur, dərhal sildim. 4-dən gedirəm. We put boiled eggs. To be yoxdur, sildim. Were boiled, götürdüm. Qarşısında to be yoxdur, sildim. Has been, sildim və they were. Zera ifadəsi gördünsə, dərhal sil. Davam edirəm. Chocolate products mainly bought, təbii ki, to be yoxdur. Sildim. Are mainly been, are been ifadəsi mövcud deyildir. Yalnız have been, has been, had been üçün mümkündür. Made with, to be yoxdur, sildim. Chocolate made with is mainly bought. Yəni götürə bilərəm. Is. Yadda saxlayıram ki, nəslik cümlələri to be ilə participle to arasına maksimum zərf girə bilər. Giribdir, götürdüm. To be yoxdur, qarşıda sildim. Davam edirəm. Was found, götürdüm. To be ki, participle to ardıcılığındadır. Bunları tapmaq çox sadədir, gördüyünüz kimi. To be yoxdur, sildim. To be yoxdur qarşısında. Sildim. Found in, to be yoxdur, sildim. Was found, was been ifadəsi mövcud deyil, sildim. The dangers of global warming have been studied. Bəli, have been studied götürərəm. Where the writer has been, to be-dir və participle to yoxdur, sildim. Was rebuilt götürdüm. Doğrudur. Məşğul növ olaraqdan has become sadəcə olmaq deməkdir və heç bir təqdirdə to be-yə yol verilməyibdir. Doğru variantın 1 və 3 variantı olacaq. What kind of oil is used in cooking? Götürdüm. Is used. Is the oil used taste ilə cümlə taste ilə bitibdir. Dərhal sildim. Yanlış. Fresh ilə bitibdir. Dərhal sildim. Sifətlə bitibsə sual cümlələri. Dərhal yanlış. Məşğul növ ola bilməz. Sil. The oil is mostly used. Araya bu tipli zərf girə bilər. Götürdüm. 1-4. Davam edirəm. Has the manager accepted your proposals? Ya deyirsən yes, my proposals have been accepted. Ya da deyirsən no, my proposals haven't been accepted. Yes, my proposals have been olmalıydı. Sildim. Were zaman baxımından yanlışdır. Has-lə gedibsə has been və ya have been maksimum verərsən. Were yanlış zaman. No, my proposals haven't been accepted. Mən götürdüm D variantını. Had isə sənə zamanı düz verməz. 15-ə getirəm. The train arrived an hour ago. Mənim məşğulum yoxdur. Sildim. Were looked for. Götürdüm. To be ki, participle to ardıcılığı. Has been done. Götürdüm. Was a loud knock. Yanlış. Who has opened the windows? The windows were been. Yanlış. Were'dən sonra been gəlməz. The windows have been opened. Bir variantı götürdüm. Zamanım indiki bitmiş zaman təbii ki, o şəkildə ardıcılıq doğrudur. Somebody has opened. Yanlış. Vivian has been, yanlış. The windows were open, yanlış zaman, sildim. Davam edirəm. Who has painted these wonderful pictures? Verbin yanlış ifadədə zamanı düzgün seçməliyəm. These wonderful pictures have been painted by Florence. B variantını götürdüm. Zaman eyni bin əlavə edibdir. Florence has yanlış və to be yoxdur, yanlış və had binə çevrilə bilməz bir zaman digər zamana keçid edə bilmir. The local people lived in peace until their land was invaded. To be götürdüm ki, participle ardıcılığı bir doğru. Was the key which opened the door in her bag? The key which opened the door was in her bag. Nəinki, yəni burada söhbət ondan gedir ki, bir cümlələrdə bil ki, məşğul növə çevirmə ehtimalı yanlışdır, mümkün deyil. Was the information given? Cümlə sifətlə bitibdir, wrong. Yəni verilən informasiya fe'li sifətə gedibdir. Deyirəm ki, the information given to the members
Was wrong. Bunu təsdiqə çevirmə ən gözəl üsuldur. My sister is really nervous. To be nervous'dır, dərhal sildim. Mümkün değildir və doğru variantım olacaqdır. Doğru variantım olacaqdır. 1-dən 4. Our children at elementary school required. The children at elementary schools are required. Yəni 1-4 doğru variantım Y variantına gedəcək. Davam edirəm. Much money was borrowed. Götürdüm. To be üstəki participle tartışılığım. A collection of his articles to be interesting'dir. Sadəcə sildim. Are always welcome. Götürdüm. Və has he returned the book lent by you? He has returned the book lent by me veya he has returned the book lent by me. Təbii ki, fe'li sifətdir. O sənin tərəfindən borca verilən kitabı geri qaytardı. Hansı kitabı? Sənin tərəfindən borca verilən kitabı. 1-3. Gedirəm, davam edirəm. My colleague suggests some interesting ideas. Məchun növü yoxdur, sildim. Were suggested to be suggested, bəli, götürdüm. Who were some interesting ideas suggested by? 3'ü götürdüm, sual cümləsi versiyasına veribdim. Some interesting ideas have been olmalıydı. Sildim. I was suggested to present some interesting ideas. 5'i də verirəm. Mənə belə bir təklif olundu. 2, 3, 5 doğru variant C variantıydı. Davam edirəm. Interesting books are read. Götürdüm. They have read, yanlış. Was the boy invited? Capable sifətlə bitibdir, bacarıqlıydı mı? Hansı oğlan dəvət olunan? Anan, yan. Illustrated, şəkilləndirilmiş. Hansı kitab şəkilləndirilmiş? Sildim. Anan, yan, şəkilləndirilən və yaxud. The winners were given. To be, üstəgəl participle to. Verilibdir. Götürdüm. Mozart was born. Doğulubdur. Götürdüm. Məchul növdə əlbəttə ki. Kimsə tərəfindən doğulursan, özün doğmursan, özün doğulmursan, öz-özünə mümkün deyil. James Jewelry was stolen. Götürdüm. Doğrulanıbdır. Many accidents are caused by people. İnsanlar tərəfindən deyir ki, səbəb olan bəzi bədbəxt hadisələr. Many accidents are caused by people. Çoxlu hadisələr insanlar tərəfindən səbəb olur. People driving too much. Hansılar ki, sürətli sürürlər. Bax, bura qədər, by people-a qədər olan hissədə məşğulluq vardır, götürdüm. Hansı insanlar tərəfindən? Sürətli sürən insanlar tərəfindən. Burada fe'li sifət də varmıdır? Vardı, lakin məşğulluq da vardı. Yəni, həm fe'li sifət var, həm məşğulluq var. Götürdüm. They are aware. Bu sadəcə to be aware'dir, sildim. Was very popular, sildim. Burada doğru variant 1, 2, 3'dür. 1, 2, 3 tipli variantım yoxdur, təəssüf ki. Davam edirəm. Demək, has been cancelled. Götürdüm. Has been cancelled. Təxirə salındı. The committee has been cancelled. Yəni, təxirə salan komitetin özüdür. Sildim. What has been cancelled because of the snow? Götürdüm. Nə təxirə salındı? Has the match been cancelled because of the snow? Götürdüm. Deyir ki, because of snow ucbatından təxirə salındı mı? Match. Və important cümlənin sonu sifətlə bitibdir. Was the match cancelled? Yes, important. Dünən təxirə salınan match vacibi demək. The match cancelled yesterday was important. Dünən təxirə salınan match vacibidir. Yəni, burada fe'li sifəti gedibdir. Doğru variant 1, 3, 4 və C variantına gedəcəkdir. Sonra has been left. Götürdüm. Tərkib buraxıldı. Has never been. To be'dir sadəcə. Sildim. That we heard was great. To be'dir sadəcə. Was hidden. Götürdüm. Məşğulluq vardır əlbəttə ki. The members of exhibition have been late. To be late'dir sadəcə. Sildim. Was Mike appointed a chief? Mike was appointed a chief. Götürdüm. The register has been signed by the manager. Bəli, götürdüm. The action that occur. Occur gördüm, dərhal sil. Occur, happen, take place, dərhal sil. Məchula getməzlər bu tipli fe'llər. Öz-özünə baş vermiş hərəkətləri göstərirlər. Were the cakes made of white flour? The cakes were made of white flour. Çevirdim. Məchulum var. Taste ilə bitibdir. Dərhal sil. Were there enough? Sadəcə olaraq zeradır. Keçmiş zamanda veribdim. Were the cakes made of your grandmother yesterday? The cakes were made by my grandmother yesterday. Çevirdim. 1-4 doğru variant. C variant olacaqdır. Gedirəm.
The accident which happened a few days ago was. Tabii ki məşğulluq yoxdur, sildim. Has been improved. There was dərhal sildim və Nick was examined. Freddy's pronunciation has been improved. By her teacher ola bilər. Götürə bilərəm və Nick was examined by the doctor. 4'ü götürdüm. Yəni 2-4 burada doğru variant C variantıdır. There was there is there ifadəsinin sadəcə keçmiş zaman versiyasıdır. Ona görə sildim. Was the competition held a year ago? Amazing. Sifətlə bitib dərhal. A lot of signatures had already been collected by that time. Bəli, götürdüm. Çoxlu imzalar deyil toplanılıbdı o vaxta qədər. There was, there is there ifadəsi sildim. Norman was awarded, mükafatlandırıldı. Götürdüm. 2-4 C variantı. Davam edirəm. Was the meal that you ate delicious? Sifətlə bitib dərhal sildim. The ground covered. Yəni to be yoxdur qarşısında dərhal. The dish that mother made was being tasted by the guests. Bəli, yəni deyir ki, qonaqlar tərəfindən dadıldı, dadılırdı və yaxud da ki, götürdüm. Some money for the party was borrowed. Bəli, borc alınmışdı. 3-4 götürdüm. To be second participle ardıcıllığı və yaxud da ki, was being tasted ardıcıllıq yerindədir. Və mən götürəcəm əlbəttə ki. Doğru variant 3-4 idi. Y variantı. Davam edirəm. Were the films produced last year? The films were produced last year. Götürdüm. When were the films produced? Götürdüm. Interesting sifətlə bitibdi. Sildim. Were there, was there və ya there is ifadəsi dərhal sildim. Bir iş olacaqdı. Və yaxud da ki, what is planned on the project? Nə planlaşdırılır? Götürdüm. He hasn't been beaten at tennis. Belə deyir ki, o tenis onun üzərində udulmayıbdı heç vaxtda. Yəni ona üzərində qalib gələ bilməyibdi. Götürdüm, məşğulluğum yerindədir. I will have discovered, gələcək bitmiş zamanda sildim. Have you ever had a bike? Sadəcə var olmaq deməkdir, dərhal sildim. Məşğulluq yoxdur cümlədə. Davam edirəm. Was the play staged? The play was staged. Tragic cümlə sifətlə bitib sildim. Was the tragic play staged at the local? Götürdüm ikini əlbəttə ki. Was the old palace restored? Amazing sifətlə bitib götürdüm, sildim dərhal əlbəttə ki. Was the amazing old palace restored? 4'ü götürəcəm əlbəttə ki. Məşğulluq yerindədir. 2-4. Davam edirəm. Was the article published in yesterday's newspaper interesting? Çap olunan maraqlıdır mı? Hansı sildim? Was the article published? Çap olundu mu? Götürdüm. Və impressive sifətlə bitibdi. Təsirlidirmi? Sildim. Which articles were published? Hansı məqalələr çap olunubdu? Götürdüm. Məşğulluq yerindədir. Fe'li sifətlə ayırmağın tək üsulu cümləni sifətlə, baxın, sifətlə bitibdi. Sifətlə bitibdi. Onlar dərhal məşğula getməzlər. Were all the flowers planted by you? Gathered. All the flowers planted by you were gathered. Mən biri çevirdim. Burada həm participle var, həm də ki məşğulluq var. Yəni sənin tərəfindən əkilən güllər toplanıldı. Were the flowers planted last aromatic? Sifətlə bitibdi. Dərhal sildim. Deyir ki, axırıncı dəfə əkilən güllər aromatikdirmi? Colorful sifətlə bitibdi. Dərhal sildim. Were the flowers planted? Və deyir ki, güllər payızda mı əkilibdi? 1-4 doğru variant olacaqdır. Davam edirəm. Was the boy praised by the teacher? The boy was praised by the teacher. Bir təsdiqə yer tapa bilmirsənsə, sifətlə bitib, talented, dərhasil. Is there, there is there adı dərhasil. 4'ü götür, 1-4 doğru ifadə olacaq əlbəttə ki. Are the trousers made of wool? The trousers are made of wool. Götürdüm əlbəttə ki. As there, there is there ifadəsi dərhasil. What are the trousers made of? Trousers'a nədən hazırlanıb? Götürdüm. Expensive sifətlə bitibdi, dərhal sildim. 1-3 doğru variant olacaq əlbəttə ki. Is the method used widely? The method is used widely. Bir də mən sifət deyəndə zərf nəzərdə tutmuram ha. The method is widely used. Araya zərf girə bilər. Yəni zərf sifət deyildir, unutmayaq. Is widely used. Bəli, cümlə məşğuldadır. Is the effectively bitibdə. Deyir ki, istifadə olunan metod effektlidirmi? Hansı istifadə olunan anən dərhasil? Black and white, qaradırlarmı? Hansı dərhasil? Were the pictures painted by that artist? Onun tərəfindənmi? Çəkilibdi, bəli. 1-4 məşğulluğun qorudu cümlədə. Were there, there is there adı dərhasil.
Were the clothes made of silk? The clothes were made of silk. Götürdüm. Cheap sifətlə bitirdi. Ucuzdurmu? Hansı silkdən, yəni şoqdan, ipəkdən hazırlanan anənyayen. Were such clothes sold in the belə. Such clothes were sold. Götürdüm əlbəttə ki. Açıq suallardır bunlar. Az yer, zira gördün, dərhal sil. Pop yer, sifət gördün, dərhal sil. Was the resolution adopted? The resolution was adopted. Üçü götürdüm. Was the place of the wedding party appointed? The place of the wedding party was appointed. Cümləni məşğula çevirə bildim. Sadəcə olaraq çevirməyi bacarmaq lazımdır. Biraz diqqətli olsa. Mümkündür çox sadə testlərdə. Were these games often played? These games were often played. Götürdüm. Və yaxud da ki, were these games played in your childhood? These games were played in my childhood. What games are mainly played in summer? Götürdüm əlbəttə ki. Və are the games played on the ice exciting? Və deyir ki, orada oynanılanlar həyəcanlıdır, amma hansı, necə, dərhal sildim. What games are mainly played? Hansı oyunlar oynananlar götürdüm. Were these the games played in your childhood? These were the games played in my childhood. Bəli. İki yanlışdır. İki yanlışdır çünki təsdiqə getmək lazım idi. Bir də deyirəm, bax belə olacaqdı cümləm. These were the games played in my childhood. Cümlədə to be segel participal ardıcılığı yoxdur. These were the games played in my childhood. Ona görə yanlışdır. Hansı oyunlar oynanılan anənyayen iki yanlışdır. Were these games often played? These games were often played. Biri isə rahatlıqla çevirən 1-3. Diqqətli olmaq lazımdır. Maksimum dərəcə diqqətli. Və əgər nədəsə çaşırsansa təzədən geri dön, təsdiqə ver, o şəkildə tap. Rahatlıqla tapa bilərsən. Are these the copies made by your mother? These are the copies made by your mother. Biri götürdüm. Biri götürə bilmirəm, çünki məşğulluq vermir mənə. These are the copies made by your mother. Are these copies made by your mother? These copies are made by your mother. İkini götürdüm. What were the copies made of? Üçü götürdüm. Copieslər nədən hazırlanıbdır? Sifətlə bitibdir, dərhal siləcəm əlbəttə ki. Is the project adopted by the company important? Sifətlə bitib, dərhal sil. Və ya yeri əvəzliklər müstəqil bir səslə bitibdir, dərhal sil. Was the project adopted by the company? Qəbul olundu mu? Were the jewels kept in the silver box? Orada saxlanılır mı? 2-ni 3-ü doğru götürəcəyik. Ümumiyyətlə cümlə yeri əvəzliyi müstəqil bir səslə bitibsə, bil ki, orada məşğulluq olmayacaqdır. Were the cherry trees planted? The cherry trees were planted. Götürdüm. Are the cherry trees planted? The cherry trees are planted. Götürdüm. Big sifətlə bitibdir və ya young sifətlə bitibdir, dərhal silirəm. Such books are published. Müstəqil participle ardıcılığı var, götürdüm. The work should be done right now. İndi bu dəqiqə olunmalıdır. Should be müstəqil participle. I haven't finished, sadəcə zamanla sildim. I have never been to be fail'idir. Dərhal silərəm. Transport systems will be changed. Dəyişdiriləcəkdir, götürdüm. Will be changed. There has been. Bu sadəcə olaraq zeri-zeradır. Onun bitmiş zaman versiyası sildim. That question was discussed. Bəli, müzakirə olundu, götürdüm. Have you ever had? Sadəcə have has sahib olmaq mənasını ifadə edir. Dərhal sildim. Was the road leading to the kindergarten cleared from the snow? The road leading to the kindergarten was cleared from the snow. Biri çevirə bildim, götürdüm. Was the room decorated for us nice? Gözəldirmi? Hansı? Dekore olunan ən sildim. Is the salary paid to the employees high enough? The salary paid to the employees is high enough. Təbii ki, sildim, məşğulluq vermədi. Was the flight delayed? The flight was delayed 3 hours ago. Gedirəm, 4-ü götürürəm, 1-4 ifadəsi. Və
These machines are used to be second participle too. Götürdüm. People drink champagne. Yoktu, sildim. The restaurant was renovated. Götürdüm. Our pastry is made using only the finest ingredients. Is made. Götürdüm. John painted the house. Yoktu tubim tabii ki, derhal silərəm. Və gedirəm və artıq bu hissəni bitirdim. Düşünürəm ki, bu qədər tezlə artıq söhbətin nədən getdiyini müəyyən edə biləcəksiniz.